Assalamu alaikum muhaciretdeki barliq qarindoshlar. Hammamiz farzand tarbiyasidan intayin muhim ekanligini bilamiz. Ammo farzand tarbiyasi xuddi onalarning vazifasidek qaraydigan tushuncha bo'lib nurg'un dadalarimiz mavjud. Halbuki bir farzandning biz o'ylagandek yaxshi o'sib yetilishi onalarning ajri qanchalik muhim bo'lsa, otalarning parvarishimi uningdan qolmaydigan darajada muhim. Shu ehtiyojni nazarda tutib 12 qıtımlıq dərsdə yer aldıq. Dadlarının tərbiyəsi ilə analarının tərbiyəsinin fərqləri nəmə? Dadlarının farzand tərbiyəsidəki oynaydıgan rolü zadı qaysı sahələrdə bəkərək ifadelanır. Uyğurların dadlarının Uyğurlardakı ənənəvi dadılıq fəaliyyətimizin alayidlikləri nəmə? Acizlikləri qayсылар, artıqçılıqları qayсылар? Anandan keyin dadılar bilen oğullarının münasebeti, dadılar bilen kızlarının münasebeti, balalarının dindarlığı bilen dadılarının qanday münasebeti var. Balalarının psixik sağlamlığı dadılar qanday təsir göstərir. Məktəbdəki oxuş nəticəsiga dadılar qanday təsir göstərir. Ailedeki ayalının münasebeti balalara qanday təsir göstərir. Aile inaqsızlığı balalara qanday səlbi təsirlərini göstərir və bu səlbi təsirlər balaların hayatıda qanday ifadələrini paydo qiladi. Onun başqa axırda bir layoqatli dadı bo'lish uchun biz qaysi sapa sifatlarni hozirlashimiz lozim deganga o'xshash nurg'un temalarda sistemlik dars o'rinlashtirdik. Har bir darsdan keyin darsning yozmishi nusxasini yo'llab beramiz. Undan başqa dars oraliqlarida darsdan tugagandan keyin savol javobimiz bor. Ve ders oraliqlarida nurg'un haqsiz leksiyalarni o'rinlashtirdik. Eğer qatnashishni xohlasanlar, qatnashish qiziquvchilar filmning ostidagi chipar kodni shuni cheksanglar, qanday qatnashimiz, darslar qachon qanday o'tiladi deganga munosabatli tafsiliy uchurlarni shu yerdan egallay olasizlar. Hammaga rahmat.